Yavaş sevdim seni, her gün biraz da. Kəndəgəl yolunu bu dəfə Biləcəridən saldı. Xanəndə Yaqut Qarabağlının qonağı oldu. Oğul faciəsi. Gözümün qabağında neft buruğunun altında qalıbdı. Yəni mənim üçün həmişə təhlükəlidir, mənə çətindir danışmaq. Könlüm bir anılar sensiz. 13 il övladının üzünü görməyən ana naləsi. Mən özüm də oğlumun 2 yaşından görmürəm. Etiraf. Bəzən düşünürəm bəlkə Allah daha tez aldı o mələkləri məndən, yəni onların o böyüməyini mən görmədim. Mərhum meyxana ustadı Vüqar Biləcərini də yad etdik. Sən gedib məndən alandan məni qaldın sənsiz. Daha nələr. Kəndəgəl. Bu bazar 20:30-da Dünya TV-də.